Gənclər və İdman Nazirliyi. Siz hər bir yerin bir böyüyü var. İdman deyəndə hamı nazirliyi və nazirlikdən də sonra federasiyalar gəlir. Müraciət etmisiniz Gənclər və nazirə. İdman Nazirliyinə də məktub getmişdi. Orada İdman şöbəsinin rəisi Elnur Məmmədlidir familiyası, ya Məmmədovdur, səhv etmirəmsə. Özü də idmançıdır da, səhv Yox, eləməz. yox, o idmançımız yox, Aha. o deyil. O Judo Federasiyasında vitse-prezidentdir. Və həmin Elnur müəllimə ilə zəng elədi, danışdı bir neçə dəfə. Dedim, qardaş, sən nazirə deyən ki, mən onun yanına gəlmək istəyirəm. Mənim problemlərim var. Bu olmuşdu. Mən may ayında Avropa çempionu olub gələndən sonra zəng elədim. May aylarının axırı idi. Dedim ki, bəs dedi ki, hə, Zülfiyə deyəcəm, arxayın ol. O deyəcəm, bu deyəcəm, indi dekabrın gör neçəsidir, hələ də deyilməyib. 6 aya, 7 aya bu Əminsiniz ki, deyilməyib, yoxsa nazir qəbul eləmək istəmir? Valla nazirin nömrəsini də tapdım, zəng elədim, ola bilsin nömrəmi tanımır, qaldırmadı da. Telefonu da qaldırmadı, bu da var. Ola bilsin ki, tanımadığı nömrə, amma mənə bir şey çatmır ki, bu telefondursa, zəng gəlirsə bu nömrəni qaldırmaq lazımdır da.